116 nömrəli sualda düzbucaqlı trapesiya verilib. CM MD-yə bərabər olarsa AM'in uzunluğunu soruşur. M nöqtəsi CD'nin orta nöqtəsidir. M nöqtəsindən AB-yə paralel xətt çəkirik. M nöqtəsi CD'nin orta nöqtəsi olduğuna görə burada götürdüyümüz K nöqtəsi də AB-nin orta nöqtəsidir. Deməli, burada K nöqtəsi AB-nin orta nöqtəsidir. KM olacaq orta xətt. Orta xətt oturacaqları cəminin yarısına bərabərdir. 11 üstə gəl 19 bölü 2 olacaq 15. KM 15'dir. Burada da 16 8 8 olaraq bölünür. Çünki ümumi AB 16 verilib. 8 8. Burada bucaq 90 dərəcədirsə, burada 90 dərəcə olacaq. Düzbucaqlı üçbucaq alındı. Pifaqor teoremi. Katetlər 15 və 8 isə AM'i tapa bilərik. 15'in kvadratı üstə gəl 8'in kvadratı bərabərdir AM'in kvadratı. Buradan AM'in kvadratı 225 üstə gəl 64, 289, AM olacaq 17. Bizdən də həmin AM'in uzunluğu soruşulurdu. Videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Sağ olun.